Salam yoldaşlar, gününüz uğurlu olsun. Mən Eyvaz müəllim. Bugün sizlərlə Səməd Behrænginin Balaca Qara Balıq əsəri haqqında danışacağam. Ümumiyyətlə bu əsər təkcə elə oxunduğu kimi yox, həm də bunun çox dərinlikləri var. Əsərdəki belə deyək də bununla bağlı çox motivlər var. Yəni bu uşaq belə deyək də əsərləri üçün nəzərdə tutulur, amma əslində bu əsərin mahiyyəti təkcə bundan deyil, uşaq ədəbiyyatı nümunəsi kimi təqdim olunsa da, əslində dərin fəlsəfi, ictimai məna daşıyan bir hekayədir. Əsərlə bağlı biz danışacağıq. Uşaq ədəbiyyatı nümunəsi olan hekayədə cəsurluğu, arzuların arxasınca getməyi təbliğ edir. Əsəri oxuduqca öz xəyallarını gerçəkləşdirmək üçün addımlar atan, heç nədən çəkinməyən, getdiyi yolda başqalarının neqativ fikirlərindən əhəmiyyət verməyən cəsur bir obraz canlandırılır və bunu da qeyd edeyim ki, bu əsər müəyyən dövrlərdə İranda qadağa olunur. Hətta Şah dövründə, o Pəhləvi hakimiyyət illərində əsər dolayı yolla siyasi məna daşıdığı və azadlıq ideyalarını təbliğ etdiyi üçün hökumət tərəfindən şübhə ilə qarşılanır. Müəllif özdə siyasi baxışlarına görə təzyiqlərlə üzləşir. Sonra 1979-cu ildə İslam inqilabından sonra da əsər müəyyən dövrlərdə senzura edilmiş və məktəb proqramlarından çıxarılmışdı. Səbəb yenə də onun azad düşüncə, etiraz və dəyişiklik ideyalarının simvolik şəkildə ifadə etməsi olmuşdu. Əsər başqa ölkələrdə rəsmi şəkildə geniş miqyasda qadağan edilməyib, bəzən deyirlər belə. Əksinə bir çox dillərdə tərcümə olunaraq uşaq ədəbiyyatının klassik nümunəsi kimi qəbul edilir. Bəs niyə qadağan olunurdu? Bu da daha çox insanları maraqlandıran fikirdir. Azadlıq və üsyan ruhu simvolizə etdiyinə görə mövcud qaydalarla barışmamağı təbliğ edir, gəncləri müstəqil düşünməyə çağırır, bəzi siyasi rejimlər tərəfindən təhlükə hesab edilir. Budur məsələ. Və gəlin baxaq hekayənin məzmun xüsusiyyətləri. Mövzusu öz arzularının arxasınca gedən cəsur balığın hekayəsidir. İdeyası isə həyatların daha maraqlı, mənalı qurmaq arzusu yaşayan, heç bir çətinlik qorxmurlar. Budur. Yəni əslində bunun kökündə yenə deyirəm, amma başqa şeylər dayanır. Problem isə inkişafa mane olmağa çalışanların mövcudluğu yeni həyat arzusuna və problem budur. Yəni bu yeni həyat arzuları və buna mane olanlar da var. Hekayə formasının belə deyək də xüsusiyyətləri var. Forma xüsusiyyətləri. Nəsrlə yazılan allegorik əsərdir. Təmsil adlandırıla bilməz ha. Yəni biz təmsil elə harda allegoriya varsa bu o demək deyil ki, mütləq təmsil olacaqdır. Yalnız balıq və digər heyvanlardır. Yəni öz xüsusiyyətləri ilə çıxış edirlər. Əsərdə obraz sayı azdır. Bir hadisədən bəhs edir. Yəni sujet bir xəttlidir. Əsərdə nəzm nümunəsi yoxdur. Hadisələr təkcə özündən çatdırılır. Üçüncü şəxsin dilindən danışılır. Epik növdə yazılan əsərdə nağıl janrına məxsus cəhətlər var. Silah axşam idi. O deyir, qoca balıq dənizin dibində 12.000 nəvə nəticəsini ətrafına yığıb nağıl deyirdi. Biri var idi, biri yox idi. Balaca qara balıq var idi. Bu balaca qara balıq anası ilə bərabər kiçik bir arxda yaşardı. Belə deyil. Və hekayədəki obrazlar var. Qoca balıq nağılı danışandır. Balaca qara balıq baş qəhrəmandır. Ana balıq onun anası. İri balıq qonşudur. İlbiz balığın dostudur. Balığın dostları qurbağa, çömçə quyruqları, onbalları var. Xərçəng, kərtənkələ, saqqa quşu, riza balıqları, balıqudan, balaca qızıl balıq. Bunlar deməli əsərdə iştirak edən obrazlardır, amma əsas obraz, baş qəhrəman isə balaca qara balıqdır. Hekayənin qısa məzmununu sizə təqdim edirəm. Sonra isə əsərlə bağlı vacib obrazların təhlil hissəsinə qayıdacağıq. Hekayənin qısa məzmununa nəzər yetirək. Deyir, çilə axşam idi. Qoca balıq nəvə nəticələrinə nağıl danışır. Balaca qara balıq haqqında olan əhvalatı sanki qoca balığın dili ilə danışılır. Əhvalat nağıl kimi də başlayır. Biri var idi, biri yox idi. Bundan sonra kiçik bir arxda yaşayan ana və balıq təqdim edilir. Onlar eyni yerdə gəzişirlər, amma bir neçə gün idi ki, balaca balıq dalğın və keyfsiz görünürdü. Bunun səbəbi var imiş. Bir gün balaca balıq anasına ürəyini açır, buralardan getmək istədiyini bildirir. Anası heyrətlənir. Balıq yenə yerlər görmək arzusu ilə getmək istədiyini bildirir. Anası onunla əvvəlcə mülayim danışsa da getdikcə özündən çıxır, onun fikrini qətiyyətlə dəstəkləmirdi. Bu zaman qonşu iri balıq gəlir, söhbətə müdaxilə edir. Balaca balığın fikrini öyrəndikdə
O da onun fikrinə qarşı çıxır. Balığın başını dolduranın İlbiz olduğunu düşünürlər. Bax, burada İlbiz olduğunu düşünürlər. O da qonşu deyir, ha. İlbiz balığın köhnə dostu idi. Onun fikirləri ilə balığın fikirləri üst-üstə düşürdü. Lakin balıqlar onun başını yemişdilər. Mübahisə çox uzanır. Digər balıqlar da ora toplaşır. Bütün balıqlar balaca balığa qarşı çıxırlar. Lakin balaca balıq hamı ilə sağollaşıb yola düşür. Balıq əvvəlcə arxdan gölməçəyə keçir. Burada balıq çömçə quyruqlarını da gözünü açmağa çalışır. Başqa dünya haqqında danışır. Ancaq onlar balığı anlamırlar. Balıq da onların anası qurbağa ilə danışmaq istəyir. Qurbağa isə onu təhqir edir. Balalarını yoldan çıxarmamasını tələb edir. Balıq da qurbağanı nadan adlandırır. Deməli, burada nadan adlandırılması hissəsi var. Qurbağa hirslənib ona hücum etsə də nəyəsə nail olmur. Balıq yoluna davam edir. Balıq bu dəfə daşın üstündə oturan kərtənkələ ilə söhbət edir. Balıq kərtənkələnin ağıllı və zəkalı hesab edir. Ondan məsləhət istəyir. Kərtənkələ isə saqqa quşu barədə xəbərdarlıq edir. Həm də ona bir xəncər verir ki, xəncəri verən saqqa quşu da nəsə olsa istifadə etsin. Balıqla kərtənkələnin nəzakətli söhbətləri sona çatıb. Balıq yola düşür. Balıq Riza balıqları ilə qarşılaşdı. Onlarla söhbət etdilər. Riza balıqları onların üzdüyü yerin çay olduğunu bildirirlər. Onlardan bəziləri cəsur balıqla getmək istədilər. Balıq da bununla razılaşdı. Elə getmək istəyirdilər ki, saqqa quşunun kisəsinə düşdülər. Riza balıqları xilas inanmasalar da balaca qara balıq buna inanırdı. Saqqa quşu hiləyə əl atdı. Riza balıqlarının xilas yolu kimi balaca balığın öldürülməsini göstərdi. Riza balıqları balaca balığı öldürmək istəsələr də balığın ağıllı sözləri onlara mane oldu. Balıq özü də hiləyə əl atdı, özünü ölülüyə vurdu. Riza balıqları göstərdi ki, onu öldürməklə azadlığa çıxmayacaqlar. Riza balıqları saqqa quşunun yeminə çevriləndən sonra balıq xəncərlə onun qarnını yarıb oradan xilas oldu. Balıq artıq dənizə çatmışdı. Digər balıqlar onu balıqudan barədə xəbərdar etdilər. Balaca balıq isə belə düşünürdü. Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardıqca çox yaşamalı, ölümdən qaçmalıyam. Əlbəttə, ölümlə qarşılaşa bilərəm. Əsas odur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcək. Az sonra balıq balıqudanının ağzına düşür. Balaca balıq balıqudanını aldadaraq ağzından çıxmağa çalışdı və buna nail oldu. Lakin qaçmağa macal tapmamış, yenidən balıqudan onu yaxalayır. Balıqudanın ağzında bir riza balığı da var idi. O riza balığına kömək etdi. Onu xilas etdi. Riza balığı xilaskarı gözləsə də ondan xəbər çıxmadı. Nağılın sonuncu cümləsi də belədir. Ancaq balaca qara balıqdan yenə də xəbər çıxmadı və indiyənə qədər bir səs soraq yoxdur. Bundan sonra nəvələr qoca balıqdan balaca balığın taleyi ilə maraqlansalar da, qoca balıq nağılın ardını danışmır. Nənə də kiçik balıqlar yatsalar da, balaca qızıl balıq yata bilmədi. Səhərə qədər dəniz barədə düşündü. Deməli, burada kimisə gözünü də açır da. Deməli, obrazlara diqqət edək. Burada xarakterik xüsusiyyəti qoca balıq, nənə. Əsərdə ekspozisiya və final mərhələsində görünür. Başına yığdığı nəvə nəticələrini, balaca qara balığın nağılını danışır. Verilən məlumatlar onun xarakteri haqqında çox danışmağa imkan vermir. Amma onun mülayim və mehriban olduğunu müəyyən etmək olar. Balaca qara balıq, əsərin baş qəhrəmanı olan bu obraz ağıllı, tədbirli, düşüncəli və cəsarətlidir. Yadımıza salaq. Ağıllı, tədbirli, düşüncəli və cəsarətli obraz hansı əsərlərdə var? Özü üçün hədəf müəyyənləşdirmişdi və bu yolda heç kimi dinləmək istəmir. Anasına da, bütün digər balıqlara da qarşı çıxaraq öz seçdiyi yolla getməyə başlayır. Yeni həyat, yeni dünya arzusu onu rahat buraxmır. Nəticədə arxdan çıxaraq yeni dünyalar kəşf etməyə başlayır. Başına gələn hadisələr onu ruhdan salmır, əksinə daha da təcrübə qazanaraq yoluna davam edir. Balaca qara balıq yeni arzular, yeni xəyallarla yaşayan, stereotiplər dağıdan düşüncə tərzi ilə yaşayan obrazdır. Ana balıq yaşadığı yeri, hər şeydir hesab edən bu obraz rutin həyata malikdir. Yeganə balası ilə balaca arxda dolaşır və beləcə gününü başa vurur. Balasının arzusunu eşitdikdə onu yolundan döndərmək üçün çalışır. Nə qədər əlləşsə də istəyinə nail olmur. Balığı dəstəkləmir, yaşadığı mühitin tipik nümayəndəsidir. Yaşadığı mühitin tipik nümayəndəsi başqa hansı əsərlərdə görürük? Onu da qeyd edərik. Əsərin yalnız ekspozisiya mərhələsində iştirak edir və sonraki mərhələlərdə görənmir. İri balıq. Qonşu balıqdır. Ana və bala arasındakı münaqişəni görüb söhbətə qoşulur. Ananın fikirlərini dəstəkləyir. Balacanın filosofluğunu qəbul etmək istəmir.
Yeni arzulara, yeni düşüncələrə qarşı çıxan obrazlardan biridir. Əsərin yalnız ekspozisiya mərhələsində iştirak edir. Bu da. İlbiz əsərdə birbaşa iştirak etmir. Obrazların danışığı zamanı yada salınır. Balaca qara balığın başını doldurmaqda günahlandırılır. Məlum olur ki, balıqla dost imiş, amma digər balıqların onun sözlərindən xoşu gəlmədiyi üçün öldürülüb. Bu da yeni düşüncələrin cəmiyyətdə böyük bir maneə ilə üz-üzə olduğunu qabarıq ifadə edir. Bu hissədə görürük. Əsərdə yalnız ekspozisiya mərhələsində yer alır, amma birbaşa iştirak eləmir. Biz bunu digərlərinin nitqində görürük. Balığın dostları onlar balığı dəstəkləyirlər, çünki onların gözünün açılmasına səbəb balıq olmuşdu. Onlar əsərin yalnız ekspozisiya mərhələsində yer alır. Qurbağa bu obraz nəzakətsiz və kobuddur. O da balığın anası kimi düşünür. Həyatın yalnız gölməçədə mövcudluğunu düşünür. Nadan və cahildir. Tez özündən çıxır. Balığın doğru sözlərini qəbul edə bilmir və ona hücum edir. Hücum isə səmərəsiz olur. Süjetin yalnız ziddiyyət yaranması mərhələsində. Yəni biz bunu Zavyeska mərhələsində görəcəyik. Çömçə quyruqları, onlar qurbağanın balalarıdır. Onlar da anaları kimi düşünür və balığa lağa qoyurlar. Xərçəng var, əsərin yalnız bir hissəsində iştirak edir. Balaca balığa toruna salmaq istəsə də buna nail olmur. Kərtənkələ ağıllı, zəkalı və dürüst obrazdır. Burada yaxşı obrazlardan biri kərtənkələdir. Mülayimdir, yardımsevərdir, düşüncəlidir. Balaca balığa yardım edir. Onun verdiyi xəncər sayəsində balıq bir neçə dəfə ölümdən xilas olur. Nəzakətlidir, təmənnasız yaxşılıq edir. Balaca balığı müəyyən məsələlərdə xəbərdar edir. Əsərin yalnız bir hissəsində görünür. Bu gedir o. Saqqa quşu. Balıqlarla qidalanan bu quş həm də hiyləgərdir. Verdiyi sözü tutmur. Ələ keçirdiyi balıqları bir-bir düşən edir. Kələyi isə baş tutmur. Bunu balaca balığın ağıllı tədbiri mane olur. Balaca balıq onu xəncərlə öldürür. Əsərin yalnız bir hissəsində iştirak edir. Riza balıqları balığın cəsurluğunu görüb bəziləri ona qoşulur. Saqqa quşunun kisəsinə düşdükdə xilas yolu axtarmaqdansa bədbinliyə qapılırlar. Saqqa quşunun hiləsinə aldanırlar. Elə bilirlər ki, quş verdiyi sözü tutacaq. Amma hər şey əksinə olur. Saqqa quşu onları yeyir. Balıqudan. Balıqlarla qidalanan quşdur. Dənizdə özünə qida axtarır. Əlinə balığı keçirir. Balığın hiləsinə aldanır, lakin ehtiyatla davrandığı məqam da olur. Sonda balıq tərəfindən öldürülür. Balaca qızıl balıq əsərin yalnız final mərhələsində görünür. Hər kəs yatsa da o yatmır. Daim dənizi düşünür. Onun narahatlığı balaca qara balığın taleyi ilə bağlıdır. Və əsərdə diqqət edilməli məsələlər nədir? Qara balığın taleyi naməlum qalır. Çünki nağılda ardı danışılmır. Əsər müstəqil düşüncənin, yeni arzularını təbliğ edir. Əsərdə insan obrazı da vardır. Bu obraz çobandır. Aktiv iştirakçı deyil, o qoyun sürüsünü çaya gətirmişdi. Biz burada insanı görürük. Nağıl danışan nənə əhvalatı özündə iştirak etmir. Hadisələr yalnız su hövzəsində baş verir. Balıq qarşılaşdığı çətinliklərin öhdəsindən heç kimdən məsləhət almadan gəlirdi. Fikri yanlışdır. Çünki o buna xəbərdarlıq eləmişdi də kərtənkələ. Hətta buna xəncər də vermişdi. Və sujetin mərhələləri, bu da şərtidir. Yəni bu tam versiyası yoxdur burada ona görə. Ekspozisiya balaca balığın arzularını dilə gətirməsi, ziddiyyətin yaranması, qara balığın maneələrə baxmayaraq yeni dünyalar kəşf etmək üçün. Kulminasiya balaca balığın tanımadığı yerlərdə qarşılaşdığı problemlərlə mübarizə aparması, ziddiyyətin açılması, balığın Riza balığını xilas etsə də özündən xəbər çıxmaması. Final balaca balıqların qara balığın taleyi ilə maraqlanması. Balaca qara balığın digər obrazlara münasibəti var. İlbizə münasibəti onu özünə dost hesab edir, gözünün açılmasında onun böyük rolu olduğunu düşünür. Qurbağaya münasibəti onu nadan, cahil adlanır, ömür boyu da nadan qalacağını bildirir. Saqqa quşuna münasibəti bu balığın hiyləgər olduğunu bilir və Riza balıqlarına bundan xəbərdar edir. Kərtənkələyə münasibəti onu ağıllı, zəkalı hesab edir, verdiyi nəsihətlərə yüksək dəyərləndirir. Baxaq, burada bəzi əlaqələndirmələrimiz var. Yeni həyat arzusu ilə yaşayan başqa obrazlar. Fəxrəddin, Səadət xanım bunlar. Şahbaz bəy, Əşrəf, İsmail Şıxlının Dəlikürdə, Oqtay Eloğlu, Firəngiz yeni həyat arzusuna yaşayır. Digər allegorik əsərlər Gərgədan və Qarışqa təmsildir. Qurd və İlbiz Bakıxanovun o da təmsildir. Qaz və Durna təmsildir. Yəni hal-hazırda miqdə olanlardan deyilir. Müqayisəli təhlillər hissəsinə baxaq. Deməli, balaca qara balıq var, bir də Gərgədan və Qarışqa. Əsər hekayə janrında yazılmışdı. Bu isə əsər təmsildir, nəzmlə yazılıb.
Nəsrlə yazılan əsər epik növdədir. İbrətamiz hadisədən bəhs edən əsərdəki obrazlar müəyyən xarakterin təmsilçisidir. Bax, ibrətamiz hadisədən bəhs edən əsərdəki obrazların müəyyən xarakterik təmsilçisidir. Əsərdə yeni həyat arzusu ilə yaşayan obraz var. Bu da qara balıq. Burada əsərdə zəhmətkeşliyi təbliğ edilir. Biz kimi görürük? Qarışqanı. Əsərdə yalnız 2 obraz var. Burada gərgədan, bir də qarışqa. Amma bu tərəfdə çoxdur. Əsər təhkil üsulla yazılıb hər ikisində. Cəsarətli obraz var. Burada qarışqa, bu tərəfdə balıq. Əsərdə məsləhət verən obraz var. Qarışqa, bu tərəfdə kərtənkələni deyə bilərik. Əsərdə doğruları eşidəndə əsəbləşən obraz var. Bu da anası da eşidir və yaxud da o qurbağa, bu tərəfdə də gərgədan. Baxaq burada, balaca qara balıqla bir də qurd və ilbizi müqayisə etsək, nəsrlə yazılan əsərdə baş qəhrəman cəsur, ağıllı və düşüncəlidir. Qurd və ilbizdə əsər özünü qoçaq hesab edən, özündən razı obraz var. Burada qurddur, özünü ağıllı hesab edir. Baş qəhrəmanın həyatını mənalı yaşamaq arzusundadır. Bəli, təmsilin sonunda müəllifin təsvir etdiyi hadisəyə münasibəti ifadə edir. Sonunda müəllif də deyir. Əsərdə yersiz lovğalan pislənilir. Bəli, bu da qurdun timsalıdır. Əsərdəki obrazlar heyvanlardır. Əsərdə ehtiyatı əldən verməməyən obraz da var. Bu belə, yoldaşlar. Ümid edirəm ki, faydalı oldu. Əlavə nələrsə varsa qeyd edəcəyiniz rəy bölməsinə qeyd edərsiniz. Sağ olun, salamat olun.